Hər vaxtınız xeyirli olsun, əziz tamaşaçılarımız. Salamlayıram hər birinizi və bu buraxılışımızın mövzusunu nəzərinizə çatdırmaq istəyirəm. Biz qalxana bənzər vəzi xəstəlikləri və diaqnostikasında müasir metodlardan olan TİAP haqqında danışacağıq. Studiyamızın qonağı isə Turan Klinikasının endokrinologu Qəzənfər Kazımovdur. Qəzənfər bəy, xoş gəlmisiniz. İlk öncə istərdik qalxana bənzər vəzi xəstəlikləri haqqında bizə ümumi məlumat verəsiniz. Qalxana bənzər vəzi orqanizmdə olan vəzlər arasında ən vacib vəzlərdən biri sayılır. Və o vəzlərin xəstəliklərini sinifləndirməyə bölsək ki, hansı xəstəliklər var? İlk öncə funksional xəstəliklərini haqqında qeyd etmək istərdim ki, funksional xəstəliklərinə qalxana bənzər vəzinin funksiyasının yuxarı olması, yəni biz buna hipertiroidi deyirik və aşağı olmasına biz buna hipotiroidi deyirik ki, iki sinifə bölünür. Digər xəstəliyi qalxana bənzər vəzinin orqanik xəstəliyidir ki, buna tiroiditləri göstərmək olar. Sonra qalxana bənzər vəzinin tumor xəstəlikləri, yəni daxilindəki adenomların olması nəzərdə tutulur. Başqa bir xəstəliklər isə qalxana bənzər vəzinin xərçəngidir ki, bu xəstəlik son zamanlarda bunlar daha çox vüsət alıb və daha çox yayılmışdır və bunların diaqnostikasında artıq müasir metodlardan biz istifadə etməyə başlayırıq. İlk öncə qalxana bənzər vəzinin xəstəliklərinin funksional xəstəliklər haqqında mən sizə məlumat vermək istədim ki, funksiyasının yüksək olması, yəni hiperfunksiyada qalxana bənzər vəzdə əsasən xəstədə narahatçılıq həddindən artıq tərləmənin olmasıdır, dəridə nəmliliyin olmasıdır, ürək döntülərinin sayının çox olmasıdır, xəstənin iştahının yaxşı olmasıdır, halsızlıq, xəstə çoxlu yeməyinə baxmayaraq xəstənin çəki verməsidir. Və bəzən görürsünüz ki, xəstələr bu çəki vermə əlaqədar çox sevinirlər. Deyirlər ki, mən zəifləyirəm, amma ki, bu əslində çəki vermə deyil. Orqanizmdə olan əzələ kütləsinin azalması ilə əlaqədar olan bir çəki vermədir ki, bu da ki, funksional xəstəliklərdən sayılır. Digər funksiyal xəstəliyi hipotiroididə isə biz uşaqlarda buna kreatinizm, yaşlılarda isə miksodermik xəstəliyi deyirik. Ən çox bu uşaqlara çox biz təsir edir. Belə ki, uşaqlarda cinsi zəifliyin yaranması, cinsi orqanların inkişafdan dayanması, boy qısallığı, zehni zəiflik və digər problemlərə gətirib çıxarda bilər. Burada isə qalxana bənzər vəzinin hiperfunksiyasının tam əksinə olaraq problemlər dəridə quruluq olmasıdır, ürək döyüntülərinin sayının aşağı düşməsidir, xəstə yuxusuz olur, daima yatmaq istəyir, iştahası olmur və bunlara baxmayaraq xəstədə çəki almaq, həddindən artıq çəki almağa başlayır. Digər üçüncü problem qalxana bənzər vəzdə düyünlərin əmələ gəlməsidir ki, qalxana bənzər vəzdə düyünlərin əmələ gəlməsi müxtəlif səbəblərdən və müxtəlif formalı düyünlər ola bilər. Belə ki, müxtəlif düyünlər özü kistik, solitik adenomlara bölünürlər və əsasən funksional əhəmiyyəti olan düyünlərin bizə funksional əhəmiyyəti olan düyünlər həddindən artıq sürətlə böyüyən düyünlərdir. Belə ki, bu düyünlərin əsasən həddindən artıq böyüdüyü zaman bizim əsas birinci şübhələndiyimiz məsələ qalxana bənzər vəzdə xərçənginin olmasına dəlalət edir. Aha, və biz mövzumuzu davam etdirəcəyik, Qəzənfər bəy. Mən tamaşaçılarımızın nəzərinə bir elanı çatdırmaq istəyirəm. Fəaliyyət sahələrini genişləndirən Turan Klinikasının Turan Pediatrik bölümü 4 dekabr tarixindən fəaliyyətə başlayacaq. Bu şöbədə uşaqlara fərqli formada tibbi xidmət göstəriləcək. Bölmədə pediatriyanın bütün sahələri üzrə yüksək ixtisaslı həkim personalı uşaqlarınızın sağlamlığına xidmət göstərəcək. Bax, bu Turan Klinikasında açılacaq Turan Pediatrik bölümü haqqında bir elan idi, bir məlumat idi. Bu, bir daha nəzərinizə çatdırım ki, 4 dekabr tarixindən fəaliyyətə başlayacaq və yəni ilkin eşitdiyim məlumatlara görə bu şöbədə doğrudan da həkimlər tam fərqli bir, hətta geyim üslubuna malik olacaqlar. Burada həkimlər ənənəvi olaraq ağ xalatlarda olmayacaq. Bu da yəqin ki, uşaqların, belə deyək, yəni həkimlərdən qorxmaması üçündür və həkimlərə sevə-sevə gəlmələri və otaqlar da tam fərqli bir üslubda, yəni dizayn olunacaq. Arzularına uyğun olaraq otaqlar dizayn olunmuşdur. Artıq biz hazırdır. Artıq bu hazırdır. Bəli, artıq hazırdır. Klinikamızda son işlər gedir ki, hazırlıq məqsədləri 4 dekabrda inşallah açılış olacaq. Aha, nə gözəl. Doğrudan uşaqlar, düzdür, bilirik ki,
uşaq vaxtı çox xəstəliklər olur, istər-istəməz, yəni qaçılmazdır və uşaqları həkimə gətirmək doğrudan da biraz çətin olur. Ancaq bax bu Turan klinikasının pediatrik şöbəsi o qədər fərqli bir üslubda dizayn olunub, o qədər hər bir şey, hətta deyirəm həkimlərin geyim üslubuna kimi fərqli olacaq. Ona görə düzdür, yəni inşallah uşaqlarda bir problem olmaz. İnşallah, ancaq əlbəttə. yəni nə etmək olar? Olarsa bax Turan klinikasının pediatrik şöbəsinə müraciət etməyə belə deyək dəyər. Belə biz davam etdiririk. Bax siz xəstəliklər haqqında yəni məlumat verdiniz. Bilmirəm, bəlkə biz keçək bax bu üsul, diaqnostik üsullara birbaşa, yoxsa necə istəyirsiniz belə eləyək? Ümumiyyətlə bizim əsas bugünkü danışacağımız mövzu diaqnostikasına aid olan mövzudur. Çünki bu sadəcə bir qısa bir giriş idi qaxına bənzər vəzin xəstəliklər haqqında. Əsas bizim danışacağımız mövzu son diaqnostik metodlardan olan TIAP-dır. Yəni tiroid incə aspirasiyon biopsiyasıdır. Bu nə üçün lazımdır, necə edilir, nə vaxtdan başlanıb edilməyə, fəsadları nədir? Bunlar haqqında istəyirdim məlumat verim. Biz bildiyimiz kimi bizim ölkədə, digər dünya ölkələrində qaxına bənzər vəzinin əməliyyatı artıq son dərəcə artmağa başlayıb. Yəni bu əməliyyatların da demək olar ki, %90-ı yararsız, yəni gərəksiz əməliyyatlardır. Yəni sırf qaxına bənzər vəzdə düyün var deyə qaxına bənzər vəzinin əməliyyat olması absurd bir haldır. Yəni heç bir ehtiyac yoxdur. Sadəcə qaxına bənzər vəzdəki problemlər düyünün formasına baxılır, düyünün hansı formada yaranmasına baxılır, nə qədər müddətdə yaranmasına baxılır. Xəstənin yaşı çox vacib faktordur burada və düyünün ölçüsünün xəstəyə verdiyi narahatçılığın çox böyük əhəmiyyəti var. Belə ki, məsələn, buna aid bir misal deyə bilərik. Xəstə 2 santimetrlik bir düyünü var. Xəstədə heç bir narahatçılıq yoxdur. Uzun müddətdir bu düyün, qaxına bənzər vəzdə düyün var. Udqunma zamanı problem yoxdur. Yəni xəstə yatdığı zaman heç bir problem yoxdur. 2 santimetr düyünü görülən kimi xəstələrin özləri də təşvişə düşür. Qohumlar da bunu təşvişə salır ki, bu əməliyyat olmalıdır. Ancaq əməliyyatda heç bir gərək yoxdur. Biz düyünün formasına əsasən baxırıq. Yəni follikulyardır, kistikdir, soytikdir. Bunlar çox böyük əhəmiyyəti var. Bunlara nəzər yetirdikdən sonra biz artıq düyün haqqında bizdə bir fikir formalaşmağa başlayır. Əgər düyünün formalaşmasında və düyünün formasında bizə xoş gəlməyən bir faktor varsa, biz artıq tiroid incə aspirasiyon biopsiyasını eləyirik. Bu biopsiya haqqında bir qədər sonra danışacağam. Əsas demək istədiyim, biz bildiyimiz kimi qaxına bənzər vəzinin ən pis xəstəliyi qaxına bənzər vəzin xərçəngidir ki, bu xərçəng özü də 4 qrupa bölünür. Birincisi papillar karsinomadır ki, qaxına bənzər vəzinin bu ən yumşaq gedişli xərçəngdir demək olar ki. Belə ki, papillar karsinoma zamanı qaxına bənzər vəzdə sağalma ehtimalı demək olar ki, %85-dir. Yəni tam qorxusu yoxdur və metastaz sadəcə ətraf limfa vəzlərinə doğru gedir. Belə ki, xəstəliyin insidansı %40-dır. Yəni qaxına bənzər vəzi xərçənglər arasında %40-ını papillar karsinoma təşkil edir və daha çox qadınlarda müşahidə olunur. İkinci xəstəlik, deməli, bizim ikinci xəstəliyimiz, yəni qaxına bənzər vəzinin xərçənglərində follikular karsinomadır ki, follikular karsinom digər qaxına bənzər vəzi xərçəngləri arasında %20 öz yerini tutur və bu xəstəliklər yenə də biz bildiyimiz kimi qadınlarda daha çox müşahidə olunur. Ümumiyyətlə, düyünlərin əmələ gəlməsi hər halda qadınlarda daha çox, yəni qaxına bənzər vəzi xəstəlikləri qadınlarda daha çox müşahidə olunur. Üçüncü medullar karsinom sayılır ki, bu qaxına bənzər vəzi xərçənglərinin ümumilikdə 6%-ni təşkil edir. Dördüncü qaxına bənzər vəzi xərçəngi anaplastik qaxına bənzər vəzi karsinomdur ki, bu xəstəlik ən pis gedişli xərçəng hesab olunur ki, və bunun da yenə müalicəsi vaxtında xərçəng hüceyrələri qaxına bənzər vəzdə aşkar olunarsa, bu zaman müalicəsi də yəni ola bilər. Mən demək istəyirdim ki, TIAP nədir? Nə üçün lazımdır? Yəni bunun nə üçün edirlər, faydası nədir, xəstə üçün qorxusu nədir, bizə nə verir TIAP? Belə ki, qaxına bənzər vəzidə olan düyünlərin vaxtından əvvəl, məsələn, xəstənin yaşı gəncdir, bir tərəfdə düyün əmələ gəlib, qısa bir müddətdə düyün əmələ gəlib, düyünün ölçüsü 1 santimetrin üzərindədir və yaxud 1 santimetrdən 4 santimetrə qədərdir. Xəstədə boğazında sərtləşmə var. Bu zaman biz qaxına bənzər vəzdə əsasən TIAP, yəni
incə aspirasyon biopsiyasının edilməsini çox məsləhət görür. Bu bir müayinə üsuludur. Bəli, bu müayinə üsuludur və müayinə tamamilə uzi altında müşahidə olunur. Yəni uzi altında edilir və görüntülər də var. Bəli, görüntülərimiz də var. Bəli, ekrana gələcək görüntülərimiz. Belə ki, məsələn, burada diqqət yetirsəz, görərsiniz ki, məsələn, qalxana bənzər vəzinin tam forması ilk öncə uzi altında tutulur. Bəli. Yəni uzi altında qalxana bənzər vəzinin düyünün hansı nöqtədə olması, düyünün forması müəyyən edildikdən sonra bir gördüyünüz kimi sağ qalxana bənzər vəzinin sağ-sol payı, ortada da qırtlaq yerləşir və düyün daha böyük və tam görünən hissəsi uzi altında aşkar olunduqdan sonra adi iynə vasitəsilə qalxana düyünün içərisinə iynəni yeridirik. İndi görüntülərdə də müşahidə olunacaq. İynəni yeridikdən sonra iynəni 1, 2, 3 dəfə irəli-geri hərəkət etdirdikdən sonra oradan olan toxumanın bir hissəsini iynənin ucu vasitəsilə biz çölə çıxardırıq və görürsünüz bu uzi altında iynənin ucudur, düyünün içərisinə keçir və orada bir neçə dəfə irəli-geri hərəkət etdirdikdən sonra düyün içərisində iynə çölə çıxardılır və çölə çıxardıldıqdan sonra biz bunu əşya şüşələrinin üzərində fiksasiya edirik və mikroskop altında histoloqlar baxdıqdan sonra düyünün tam forması, bədxəstəlik şüb olmaması və əməliyyata gərəkdirmi, əməliyyata gərək deyilmi? Bu haqda bizə tam məlumat verir, yəni bu metod bizə. Belə ki, bəzən bunun digər üstün cəhətlərindən birini deyə bilərəm. Bəzən xəstələr deyirlər ki, mənim qalxana bənzər vəzimin sağ tərəfində düyün var, mən yalnız sağ tərəfin düyününü kəsib götürmək istəyirəm. Bu da düzgün bir şey deyil, düzgün deyil. Niyə görə? Belə ki, əgər ki, biopsiya olunmadan öncə xəstə əməliyyata verilirsə, subtotal əməliyyat edilir. Bəli, əməliyyatdan sonra bizim cərrahlarımız bunu patoloji histoloji müayinə üçün göndərirlər. Deyək ki, patoloji histoloji müayinə üçün göndərildi və bir müddət keçdikdən sonra bunun cavabı gəldi, hər hansı bir qalxana bənzər vəzinin xərçəngi çıxdı. Bu zaman nə olur? Xəstə təkrarı olaraq əməliyyata cəlb edilməyə məcbur olur. Bunun biopsiyanın üstünlüyü artıq düyün haqqında bizim həkimlərimizə, xüsusən cərrahlarımıza müraciət edərək demək istəyirəm ki, xəstəyə artıq xəstənin düyünü haqqında bir növ bizə məlumat vermiş olur. Və məlumatdan sonra həm də tam olaraq bilmək olur ki, və artıq xəstələrimizi maraqlandıran tərəfi isə qalxana bənzər vəzinin düyünün biopsiyasının analiz vermə xüsusiyyəti 96%-dir. Yəni bu çox yüksək bir göstəricidir. Biz düyünün əgər normal olduğunu və düyündə heç bir karsinomun olduğunu müşahidə etmiriksə, bu zaman xəstəyə əməliyyata məsləhət görmürük və xəstə izlənilir. 6 ay 1 il müddətində izləndikdən sonra əgər düyündə böyümə varsa, təkrarı böyümə varsa, biz ondan təkrar biopsiya edirik. Biopsiyada yenə cavab normal gəlirsə, yəni benin material gəlirsə, normal toxumun material gəlirsə, bu zaman əməliyyata heç bir ehtiyac yoxdur. Yenə xəstənin yenə də ehtiyac yoxdur. Hətta böyüsə belə ehtiyac yoxdur. Yenə düyün izlənilir. Sonra xüsusi olaraq biopsiyanın götürülməsi haqqında mən istəyirdim. Məsələn, bir neçə söz deyim ki, biz bunu nə formada götürürük, necə götürürük? Biopsiya ultrason altında götürülməyə daha məsləhətdir. Belə ki, biopsiyanın yaranma tarixi 1930-cu illərə dayanmasına baxmayaraq, ilk öncə bunlar uzi altında götürülmürdü. Bunun da fəsadları çox olurdu. Belə ki, biz bildiyimiz kimi qalxana bənzər vəzdə sinir damar dəstinin həddindən çox olması, orada vacib orqanların, traxeyanın, qida borusunun keçməsi çox vacib orqanlardır bunlar və iynənin təsadüfən bu orqanların içərisinə yeridilməsi nəticəsində çox ağır fəsadlar yaranırdı. Amma müasir metodlarda isə, müasir metodda son illərdə artıq biopsiya uzi altında olunmağa başlayır və uzi altında olunduğu zaman iynənin uzunun tam düyünün mərkəzinə keçdiyini və biz görürük və düyünün mərkəzinə keçdikdən sonra düyünün bir neçə hissəsindən biz biopsiya materialı götürürük. Və yaxud belə deyək, qalxana bənzər vəzində bir neçə düyün varsa, deyəlim ki, bir payda 2-3 sm, 1 sm düyün var, digər tərəfdə də düyünlər var və bunun düyünün birindən götürüb kifayət etmir bu. Çünki düyünün, bəzən ola bilər ki, düyünün birində karsinom toxuması yoxdur, digərində var. Bu çox vacib rast gəldiyimiz bir şeydir. Hansı düyünlərdən götürürlər? Əsasən, ədəbiyyatlar buyurur ki və təcrübələr buyurur ki, soyuq düyünlərdə götürmək. Yəni, bu sintiqrafin əsasında müəyyən olunan bir düyünün forması ki, soyuq və ya isti düyün. Biz əsasən soyuq düyünlərdən götürürük biopsiya materialını. Amma
mən Türkiyədə olduğum zaman bizim universitetdə, yəni Erciyes Universitetində belə bir hadisə müşahidə olundu ki, 1 santimetrdən kiçik bir düyün var idi və isti düyün idi. Əvvəlcə qərar verildi ki, bu düyündən biopsiya materialı götürülməsin, nəsə olsa bu isti bir düyündür və buradan karsinom olma ehtimalı çox azdır. Və nəhayətində qərar verildi ki, götürülsün düyündən biopsiya materialı və isti düyündə də karsinomlar müşahidə olundu. Və biz universitetdə olduğumuz zaman artıq son dönəmlərdə düyünün isti və soyuq olmağına nəzər yetirmədən belə biz 1 santimetrin üzərində artıq biopsiya materialları götürürük. Qəzənfər bəy, biz davam etdirəcəyik mövzumuzu, ancaq mən tamaşaçılarımızın nəzərinə çatdırım ki, biz qalxana bənzər vəzi xəstəlikləri və diaqnostikasında müasir metodlardan olan TIAP haqqında danışırıq. Studiya nömrəmizi xatırlatmaq istəyirəm, 562-16-61 nömrəsidir. Problemləriniz varsa, buyurun studiyamıza zəng edin, həkimimizə ünvanlayın və daha bir elanı nəzərinizə çatdırım. Fəaliyyət sahələrini genişləndirən Turan klinikasının Turan pediatrik bölümü 4 dekabr tarixindən fəaliyyətə başlayacaq. Bu şöbədə uşaqlara fərqli formada tibbi xidmət göstəriləcək. Bölmədə pediatriyanın bütün sahələri üzrə yüksək ixtisaslı həkim personalı uşaqlarımızın sağlamlığına xidmət göstərəcək. Bax, belə davam etdirək. Doğrudan çox maraqlıdır. Artıq öncələr bilmirəm, ancaq son zamanlar doğrudan bir çox endokrinoloqlar deyirlər ki, hər qalxana bənzər vəzidə problem olarsa, onu cərrahi müdaxilə etmək olmaz. Demək ki, bax, bu TIAP-dan istifadə edərək, bu metoddan, onun ilk öncə, belə deyək, məişəlini öyrənsiniz. Bütün onun haqqında məlumat öyrənildikdən sonra yalnız qərar verilir. Cərrahi olacaq, yoxsa sadəcə müalicə olunacaq? Bəzən biz biopsiya edilmədən belə xəstəni artıq əməliyyata göndərir. Bu nə zaman olur? Deyim bunların nə zaman olduğunu. Məsələn, xəstənin yaşı çox azdır. Yəni, çox azdır dediyim zaman əsasən gənc yaşlara təsadüf edir. Xüsusən 20-40 yaşları arasında təsadüf edir. Düyün aqressiv formada çox qısa bir müddət ərzində böyüyür. Məsələn, çox bir qısa vaxt ərzində düyün 2 sm, 3 sm, 4 sm-in üzərinə çıxır və düyün çox həddindən artıq sərt olunur və xəstə gəldiyi zaman düyünə toxunma zamanı çox şiddətli ağrılar olur. Bu zaman biz biopsiya etmədən belə xəstəni əməliyyata verə bilərik. Amma bu çox nadir hallarda olur və biopsiya olunması digər düyünlərdə şərtdir. Ümumiyyətlə, ölçünün yəni belə deyək, bir fərqi varmı? Çox böyük ölçüdə olarsa artıq siz bunu gözlə gördünüz, böyükdür və birbaşa cərrahiyə göstəriş edirsiniz. Mən çox gözəl sual verdiniz. Mən onu qeyd etmək istəyirdim ki, ölçünün fərqi, düyünün formasının fərqi varmı biopsiya üçün? Hansı düyünlərdən biopsiya götürməyə əsas şərtdir? Ölçünün fərqi belə ki, 1 sm-in üzərində olan düyünlər əsas götürülür. Əgər xəstədə bir neçə düyün varsa, 1 sm-in üzərində və bununla yanaşı 0,5 sm-in üzərində bir və ya bir neçə düyün varsa, biz bunu uzi altında elədiyimiz üçün biopsiyanı maksimal dərəcə çalışırıq ki, 0,5 sm-in üzərində olan düyünlərdən də, daha böyük həcmli, daha kiçikli düyünlərdən də biz biopsiya götürə bilək. Biz çox bəzən ola bilər ki, onlarda da karsinom. Bayaq dediyiniz mövzu. Qəzənfər bəy, tamaşaçımız var. Gözlətmək, sualını alaq, sonra davam etdirək. Alo, Məlahət xanım, buyurun. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Mənim həkimə sualım var idi. Buyurun. Mən də qalxana bənzərdə uzidən keçmişəm, harada 2 ay bundan qabaq. 41 sağ payda 41,8, belə də 17,8 ölçüləri. Solda 40-dır, 16,8-dir. Sonra da ki, məndə bu udğunanda maləçilik eləyir, ürək bulanma verir, bəzən yemək yeyə bilmirəm. Bir də sol tərəfdə bu damar hissələr var məndə. Elə bir ki, çox şişkinlik yaranır, boynumda çox şişib. Onu sormaq istəyərdim. Belə, Məlahət xanım, çox sağ olun sualınıza görə. Buyurun, Qəzənfər bəy. Mən tamaşaçımıza sual üçün təşəkkür edirəm. 4 sm-in üzərində olan düyün böyük düyün sayılır və biz gördüyümüz kimi artıq xəstədə narahatçılıqlar yaratmağa başlayır. Çox böyük narahatçılıqlar, belə deyək. Sağ-sol tərəfdə, yəni bir tərəfdə 4 sm üzərində bir düyün olsa və bu baskı hissi yaratsa xəstədə, yaratmasa, üzr istəyirəm, biz bunu müəyyən bir müddət üzlətim altında, yəni gözlətim altında tuta bilirik. Amma artıq iki tərəfdə, sağ-sol tərəfdə 4 sm üzərində düyünün olması və bununla yanaşı digər düyünlərin, digər böyük düyünlərin olması bir növ biopsiya olunmasa belə xəstə öz həkimi tərəfindən əməliyyata göstəriş ola bilər. Yönəldirsə daha yaxşı olar. Çünki mən düyünün uzisini bilmirəm, düyün nə formadadır, düyünün
forması hansı formadır. Xəstə yaşını da qeyd eləmədi. Amma yenə həkim ilə məsləhətləşib əməliyyat oluna bilər. Artıq yəni bu deyilən şikayətlərdən belə nəticə çıxartmaq olar ki, boğulma, ürək bulantısı, yəni doğrudan çox ciddi şikayətlər. Çünki xəstə bəlkə özü fərqinə varmır. Gecə yatma zamanı bu xəstədə apnelər, yəni müşahidə olunur, nəfəs tutulmaları, boğulmalar müşahidə olunur. Bunun üçün həkim ilə məsləhətləşib artıq vaxtı, belə deyək, vaxtı ki, ciddi bu problemi aradan qaldırmağın vaxtıdır. Biz düzdür, bu günləri cərrahiyyəsi haqqında danışmırıq, sadəcə müayinəsi haqqında danışırıq. Ancaq inşallah verilişlərin birində də biz cərrahiyyə, çünki bu da bir tamaşaçılarımız tərəfindən, insanlar tərəfindən biraz çox belə qorxulacaq bir mövzudur. Niyə? Qorxurlar bunun əməliyyatından, ancaq verilişlərimizin... Əslində, qorxsalar daha yaxşıdır. Yəni bu əməliyyatın özündən qorxurlar, bilirsiniz, və ona görə də gecikdirirlər, getmirlər. O da düzdür. Yəni mən o mövzuya gələrik indi vaxtımız olsa. Ancaq son 4-5 dəqiqəmiz var, biz davam etdirək. Mən tez olaraq formasını, yəni məsələn bəzən deyirlər ki, xəstələrdə kistik düyün varsa, içərisi maye olan düyün varsa, bu düyündən biopsiya materialı götürməyə ehtiyac yoxdur. Amma bu da absurdaldır. Yəni mən praktikamda şəxsən rast gəlmişəm ki, solitik düyünün, içərisi maye olan düyünün xüsusilə özəlliklə uzu altında olduğu üçün biz onun kapsulundan biopsiya materialı götürdük. Yəni çox incə kapsul var, kapsuldan biopsiya götürdük və burada da karsinom müşahidə olundu. Ona görə biz düyünlər varsa, bu düyünlərin ölçüsünə 1 sm üzərində olmaq şərtilə, əgər imkan varsa, düşə biliriksə 0,1 sm üzərində olan düyünlərə hər birindən xüsusilə bir neçə dəfə biopsiya materialı götürür və müayinə əsasında xəstənin düyünlərində olan problemlər haqqında məlumat verir. Və yararsız əməliyyatların xəstələrə nə kimi yan təsirləri ola bilər və biopsiyanın yan təsirləri və xəstələrlə qorxusu haqqında bir-iki cümlə demək istəyirdim. Bəzən xəstələrə elə gəlir ki, qalxana bənzər vəzinin biopsiyasından sonra bunda xərçəng əmələ gələ bilər. Çünki toxumaya toxunulubdur. Amma bu absurd bir haldır. Çünki əgər burada xərçəng varsa, onsuz da xərçəngdir. Əgər yoxdursa, deməli yoxdur. Bizim tam istədiyimiz varsa xərçəng vaxtından əvvəl araşdırılması və düzgün müalicə olunmasıdır. Xəstənin yararsız əməliyyatların verəcəyi nə ola bilər? Belə ki, məsələn, əməliyyat zamanı səs tellərinə toxunma nəticəsində təsadüfən, yəni istəyərək olmasa, təsadüfən səs tellərinə toxunma və bunun nəticəsində xəstələrdə səs tutulmaları müşahidə ola bilər. Və ən böyük problem isə xəstələrdə əməliyyat zamanı paratiroid vəzlər, qalxana bənzər vəzinin ətrafında olan, aşağısında olan paratiroid vəzlərə xüsusi bir toxunma nəticəsində orqanizmdə həddindən ciddi kalsium yetməzlikləri müşahidə oluna bilər. Ona görə də yəni ehtiyacı olmayan əməliyyata getmək lazım deyil. Ona görə də ehtiyacı olmayan əməliyyata getmək lazım deyil və tiyabla biz xəstələrə tam düzgün məlumat verə bilirik, klinikamıza müraciət edə bilərlər. Çox gözəl və mən tamaşaçılarımızın bir daha nəzərinə çatdırım ki, fəaliyyət səhərlərini genişləndirən Turan klinikasının Turan pediatrik bölümü 4 dekabr tarixindən fəaliyyətə başlayacaq. Bu şöbədə uşaqlara fərqli formada tibbi xidmət göstəriləcək. Bölmədə pediatriyanın bütün sahələri üzrə yüksək ixtisaslı həkim personalı uşaqlarınızın sağlamlığına xidmət göstərəcək. Bax belə və vaxtımız nə qədərdir? Biz sual ala bilirik. Son dəqiqələrimiz gedir. Bəli, siz dediniz ki, bax, bir daha istəyirəm deyəsiniz, müdaxilə etmədən öncə, bəli. Bir daha yenə mən bütün xəstələrə, tiroid vəzdəki düyünlərlə əziyyət çəkən xəstələrə müraciət edək. Deyirəm ki, gəlsinlər, düzgün müayinə olunsunlar. Əgər sonuçda biz, yəni müalicə edən endokrinoloqlar xəstəyə əməliyyat gərəksə, biz onu əməliyyatdan saxlayası deyilik. Amma əməliyyat lazım deyilsə, xəstəni düzgün olmayan əməliyyatların yönləndirilməsini biz qarşılığını almaq üçün çalışırıq ki, xəstələr lazım olmayan əməliyyatlara qaçınsınlar. Çünki böyük fəsadlar ola bilir, çünki çox ciddi fəsadlar ola bilər xəstələrdə. Qəzənfər bəy, çox sağ olun, təşəkkür edirəm. Studiyamıza gəldiniz, ətraflı məlumatlar verdiniz və əziz tamaşaçılarımız, bir daha nəzərinizə çatdırım, qalxana bənzər vəzi xəstəlikləri və diaqnostikasında müasir metodlardan olan TİAP haqqında danışdıq. Studiyamızın qonağı isə Turan klinikasının həkim endokrinoloqu Qəzənfər Kazımova idi. Bax belə, bizə ayrılan vaxt sona çatdı. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.
Sağlıq olsun.